prezident mühafizəsində Bəylər Əyyubovla hazırki bəylərin yerinə gələn reis Fərid Əsgərov arasında dava düşübdür. Davaya səbəb isə yeni reis Bəylər Əyyubovun bütün adamlarını işdən qovalayır. Bəylər Əyyubov nüfuzdan düşür. Hətta Bəylər Əyyubovun himayəsində olan bir çox yüksək rütbəlilər, vəzifəlilər bəylərdən üz döndəriblər. Onlar Paşayevlərə sığınıb. Yəni yeni reis Fəridə sığınırlar Paşayevlərə. Bu da Bəylər Əyyubovun heç xoşuna gəlmir. Bəylər Əyyubov gəlib prezident təhlükəsizlik xidmətinin idarəsinə Fərid Əsgərovla söhbətə gəlib Razborkaya. Ona etirazını bildirib, niyə onun adamlarını işdən çıxartdığını soruşubdu. Bəylər Əyyubov Fərid Əsgərovla həmən vaxtı mübahisəyə səbəb olub bunların bu danışığı. Fərid Əsgərov bəylərə bir şillə, ağzının üstündən bir şillə tutuzduraraq, götünə də bir təpik vuraraq prezident təhlükəsizlik xidmətindən bayra qovalayıbdı. Bu artıq bəylərə ikinci şillə idi ki, dəyirdi. Birinci şilləni keçmiş prezident mühafizə reisi yadınızdadırsa Vagif Axundov tərəfindən bəylərə şillə vurulmuşdu. O adam şərəfli adam olubdu. Buna baxanda 1000 qat şərəfli adam olub o Vagif Axundov. Birinci şilləni Bəylər Əyyubova o vurmuşdu. İkinci şilləni də Fərid Əsgərov vurdu. Fərid Əsgərov odur, yeni hərbi prokurordur. Bunları mən bir balaca tərifləyirəm. Bir balaca bunların xalqa yaxın olduğunu həmişə açıqlayıram. Çünki o birisilər qan içən idi. Hər rayonda bir dənə bəylər var. Hər rayonda bəylərin cəlladları var. Xüsusilə Gəncə Basar zonasında, xüsusilə Göygöl, Bərdə, Yevlax, o anda Hacıqabul, Daşkəsən, Gədəbəy, bu bölgələrdə xüsusilə Bəylər Əyyubovun adamları at oynadır. Xalqa gün verib işıq vermirdi. Gündə bir Bakirə qızdan yatmasam o günü gün hesab eləmirəm deyən bəylərin qardaşı uşaqları var.